Xeyir olsun. Hoş geldiniz sevgiliniz. Aralık içinden sonra Mutlu Konferansı başına verəcəm. Biz həmimiz etmək istəyərdim. Dünən düşən zəfər gününü qeyd edək. Hamımız xalqımız hamımızı təbrik edir. Bugün dövlət bayrağı günüdür. Hepimizi təbrik edirəm. Şəhidlər Allah'tan rəhmət deyirik. Qaydalarımızdan sağlıq deyirik. Onların sayəsində biz bu anları keçirə bilirik. Möhtəşəm, suveren, müstəqil dövlətdə yaşayırıq. Sana mənim sözləri var, onu sıra suallaşır. Mən də sana qoşulan təbrik edirəm. Hər iki bayram münasibəti ilə Allah şəhidlərə rəhmət eləsin. Qazilərə də şəfa versin. Buyur. Suallarla başlayaq. Mikrofonu aldığı kimi başlayırız. Rəşad zəhmət olsa. Sanırım keçmiş olsun. Yəni oyun planında o qədər də geri qalmadım etsin, amma sualım Mahmudovun əvəzlənməsi ilə bağlıdır. Yəni fasilədə bunu dəyişdik. Özündən qaynaqlandı, yoxsa sizin qərarınız idi? Mahmudov həm Jordan və Zabala oyundan əvvəl zədələri var idi. Onun üçün də yarı taymana. Yəni keçən oyun kimi heyətdə gördük ki, dəyişikliklər oldu. Birinci hissədən sonra, birinci hissə hətta bitməmişdən artıq Emin Mahmudov göstərdi ki, qırqdardı. Onun üçün də zaman etdik. Samir, sonuncu mətbuat konferansında maraqlı bir fikir dediniz. Abubakarla bağlı dediniz ki, Abubakar təklifdə böyük bir oyuncu sayıla bilməz. O komandanın içərisində oynayanda, bütün komanda oyunu birlikdə olanda Abubakar da o cür parlaya bilər. Yəni onu xüsusi seçdirməyə, fərqləndirməyə ehtiyac yoxdur. Maraqlıydı bu fikirləriniz həqiqətən və bugün necə hesab edirsiniz? Abubakar, əgər komanda bugün komanda olaraq yaxşı oynasaydı, Abubakar fərqlənən və parlaya bilərdimi? Məncə komanda yaxşı oynasaydı, yəni biz buna bir aydınlıq gətirək. Komanda pis oynamadı. Yəni səfərdə bu günləri reallıq var ki, Qarabağa qarşı oynamaq heç də asad deyil. Qarabağ hansı səviyyədədir, artıq bunu mənim dediyəm artıq. Həm fikirləşirəm ki, komanda yetərincə birinci hissədə düz oynayırdı, yaxşı oynayırdı və fikirləşirəm ki, axıra kimi də bunu davam elədi. Yəni pis oynamadı, amma Abubakarın momentə girməməyə izadı. Əlbəttə ki, Qarabağ elə belə də komanda deyil ki, dəqiqə başı moment yaradasan, yetərincə də birinci hissədə yaratdı. Yəni bu cür oyunlarda çox moment yaratmağın özü də biraz reallıqdan uzaqdır. Fikirləşirəm ki, 2-3 moment var idi ki, hansından yararlanan bilərdik. Yəni bu günləri yenə dedim, ondan əvvəlki press konferansiyada Abubakarın üzərində durmamışıqsa da bu gün də durmamağın, yəni uduzmağın səbəbi bütün komanda, biz qarşı bütün komandadır. Yəni inşallah ki, gələcək oyunlarda əsas odur ki, həddindən artıq çox yaxşı hücumçularımız var. Hücumçumuz var Abubakar və digər hücumçular hansı ki, Abubakarın gəlişindən daha da yüksək əhval-ruhiyyə, motivasiya qazanırlar. Bu da biz üçün xoşdur. Yəni bu qədər. Və mən ümumi oyuna gəldikdə fikirləşirəm ki, şəxsən mənim fikrimdir. Buna razılaşmaya bilərsiniz, amma razılaşmayanlarda hansı məqsədlidir? Bu artıq bəllidir. Burada penal, beləncə penal bu deyə bilərdir, verilməz. Ucuz penallar verilməz. Üçün məsələ əgər deyirsə bu kontakt oyunudur, niyə həmən kontaktdan biz Zirə ilə oyunda Jordan yararlanmadı? Niyə həmən bu kontaktdan Tovuzla oyunda Samboya verilməlisə, eyni kontaktdırsa? Yəni bu cür oyunlarda bu cür yıxmaq olmaz. Yəni doğrudan da həddindən artıq çox pis təsir elədi, artıq bizi hamımızı özümüzdən çıxartdı. Mən penaltı düşürürəm ki, bəli, kontakt var idi, amma bu kontakt oyunudur və bir oyunçunun özünün yıxılması, özünü yıxmaq istəməyi daha bariz görsünüdür ki, nəinki ona dəyən zərbədən yıxılmağı şəxsən mənim fikrimdir. Yəni fikirləşirəm ki, həddindən artıq hakim tərəfdən həmən penal verilməkdə böyük səhv olur. Kəlamdan üzrə kimi sual verdim. Sanırım nəticə bəllidir, məğlub olmuşsunuz. Ümumiyyətlə istədiyiniz nəticəni qazanmağa nə çatmadı? Yəni, nə çatmadı deyəndə gol vurasan ki, udasan, gol vura bilməli. Yenə də deyəm, komandadan çox razıyam. Oynadığı, görsətdiyi oyun, yəni fərqli Neftçini izləyirik. Bu günləri də bu qədər adamın gəlməyi və bu qədər burada mikrofon yerləşməyin səbəbkarı əsla və əsla Qarabağ və Qarabağ oynadığı oyun bu günləri səbəbkarı Neftçidir. Hamımıza ümid vermişdi və bu ümiddə davam edir. Yəni çox yaxşı komanda qururuq və həddindən artıq bir oturuşmuş komandaya təzə yeni vurulmuş komanda oynayırdı və fikirləşirəm ki, pis oynamadı.
Yəni, bəzi oyunçular həddindən artıq da meydançanın içində yaxşı idilər. Bəli, bəzi planlar pozuldu. Yenə də deyirəm, bu güc bölgüsündən evinin çıxmağı və digər məsələlər, amma komanda yaxşı idi. İnşallah ki, yolumuza beləncə, yollar ki də bu cür oyunlarla elədiyimiz səhvlər yox, nəyi daha yaxşı eləyərik, bilərik, onun üzərində işləyib, yolumuza davam edəcəyik. Bunlar üçün başdakı Vardas, yəni üzümçü markası oyunda daha effektiv görünür. Və gələcək oyunlarda onun mövqeyi dəyişmə düşünürsünüz. Ona baxacaq, Vardas hər yerdə effektiv. Soru Kenan verərsin. Samir Bey, axşamınız xeyir. Samir Bey, mən sağolun ikinci sənədlərində neçə qol buraxdıqdan sonra nə üçün sizə bu qədər uzun vaxt çəkdiyinizi istəyirsiniz? Çünki birinci isə qarşılıqlı hücuma şərtində keçirdi, amma ikinci isə də sizin ilk hücuma yönəlikli dəyişikliyiniz və belə səfir etmişlərində səbəbinin daxilmasıydı. Yəni, biz hətta dəyişiklikləri yəni biraz səbirlə gözləyirdik çünki burada həm daha kontratak və yüksək sürətlə çıxan Aleyso fikrimiz də var idi, düşüncələrimiz var idi, Luça var idi. Amma yenə də deyirəm, bütün planlar ümumiyyətlə Eminin çıxmağı ilə pozuldu. Emin həddindən artıq vaxtsız düşünürdü ki, aradası 70-75-ci dəqiqədə daha o hücuma meyilli və sürətli oyuncular bunların içində Jordan, həmən Aleyso və Luça. Qol buraxmağımız biraz biz yəni həddindən artıq yaxşı sıx oynayırdıq. Yəni, düşünmürəm ki, bizi gecələdik, nəyisə gecələdik. Sadəcə birdən planın pozulmağı buna bəlkə də səbəb kimi göstərilə bilər. Bu qədər. Luça döndü, Luis Ortiz'e başına işleyip bilmezsiniz. Qarşıdakı oyunlarda olaraq, siz komanda oyundakınız, amma mənə elə gəldi ki, səhvləyən sözlərdə, siz futbolçularınız bəzi episodlarda həddindən artıq fərdi oynayırlar. Yəni, bir nəfər keçən gün ikisini düzgün anlatmağa çalışırlar. Bunun oyuna təsiriniz olur. Məncə bu düzgün qərar idi. Bunun da üzərində durmuşdur. Yoxsa çünki həddindən artıq pressing və bu pressing həddindən artıq yaxşı və bu yaxşının da dalında həddindən artıq sıx pressing eləyən komanda üçün bir oyuncunu əksilmək həddindən artıq çox vacib idi. Bunu da bizdəki oyunculara tapşırıq vermişdik. Biz bu pressingi ancaq belə yara bilərdik. Çünki pas trafiki həddindən artıq sıx vəziyyətdə top itkisinə daha çox yaradırdı. Başa düşdünüz? Səbəb ola bilərdi. Biz bunu da dayanmışdıq. Yəni birin əksildəndən sonra həddindən artıq sürətlə hücuma getmək və boşluqlar bizi yaxalayacaqdı. Hansı ki, son məncə paslarda biraz problemimiz oldu. Yenə deyirəm, bu həddindən artıq biz üçün özümüzü təhlil eləməyə və daha da yaxşı komandaya çevrilmək üçün yaxşı oynamaq. Sağ olun. Teşekkür ederim. Çok sağ olun.